Mən istəyirəm bunu da mütləq qeyd eləyək ki, əslində Birləşmiş Ərəb Əmirlikləri 2017-ci ilə qədər ümumiyyətlə hərb, müharibə haqqında bəlkə də heç düşünmürdü. Amma bir dəyişdi, bütün platformasını dəyişdi və fərqli bir yolu seçdi. Amma eyni zamanda da, bayaq qeyd elədi Cavan Şiməm, həmin vaxtda sülh mükafatı təsis olundu. Bu mesaj da Azərbaycan liderinin də həmişə sülh, amma bu sülhü qoruyacaq güc və paralel həmişə işlətməsi. Bu hansı zərurətdir? Bu ola bilərmi 21-ci əsrin bayaqdan dediyimiz, yəni ilk 25 ilini yola verdikdən sonra yaralanan arxitekturasının mənzərəsidir? Əvvəl onu qeyd edeyim ki, bəli, Birləşmiş Ərəb Əmirliyi ilə Azərbaycan Respublikası arasında müəyyən oxşarlığı tapmaq mümkündür. Siz o tali oxşarlığı dediniz. Əhalimizin sayı da oxşardır. Elə ki, hər iki dövlətin 10 milyondan çox əhalisi var. Biz Xəzər dənizi sahilində olan ölkəyik, amma Birləşmiş Ərəb Əmirliyi Hind okeanı biraz da konkret desək... Bir şeydə də oxşamağını arzulayıram, o da valyuta ehtiyatlarımız. Konkret desək, bu deməli Fars körfəzi, Oman körfəzi ilə əhatə olunmuş bir dövlətdir. Və baxsanız, bizim deməli əsas iqtisadi siyasətimiz nədir? İqtisadiyyatın şaxiləndirməsidir. Biz neftdən, qazdan asılılığı minimuma endirmək siyasətini həyata keçiririk. Eyni yanaşma başqa bir neft-qaz ölkəsi Birləşmiş Ərəb Əmirliyinə də xasdır. Azərbaycan müstəqil siyasət yeritmə xəttini həyata keçirir. Bu cənab prezidentin siyasətidir. Müstəqil milli maraqları söykənən siyasət. Birləşmiş Ərəb Əmirliyi də xeyli müddət idi ki, bir Səudiyyə Ərəbistanı kölgəsi var idi. Amma müstəqil siyasəti həyata keçirmək və birbaşa bu siyasətin müəllifi, memarı bu Şeyx Zayeddir. Yəni Birləşmiş Ərəb Əmirliyinin bu 7 əmirliyi, əvvəl 6 əmirliyi 71-ci ildə, 70-ci ildə daha bir də əlavə edildi. 7 əmirliyi formalaşdıran bu Şeyx Zayed ta 1971-ci ildən 2004-cü ilə kimi hakimiyyətdə oldu və sözün həqiqi mənasında elə bir dövlət formalaşdırdı ki, o dövlət bu günləri beynəlxalq birliyin, mən deyərdim ki, daha subyektiv aktor kimi çıxış edir. Və regionun çox həlledici bir dövlətinə çevrilir. Onu kiçik bir dövlət də deyirlər. Fars körfəzinin ərəb dövlət də deyirlər. Amma kiçiklik bu ərazi və əhali baxımından da, əslində miqyas baxımından, yeritdiyi siyasət baxımından kifayət qədər güclü bir dövlət təəssüratı bağışlayır. Və iddiaları da var. Və iddiaları da var. Düzdür, bu dövlətin yarandığı vaxtdan hər şey yaxşı kimi getmirdi. 71-ci ildə Şeyx Zayed onu yaradarkən dövlətin hələ vahid bir xarici siyasət də yox idi. Məsələn, 80-88-ci ildə İran-İraq müharibəsi zamanı 4 dənə, Əbu Dabi də başda olmalı, 4 əmirlik İraqı müdafiə eləyirdi. 3 əmirlik, demək, Dubay başda olmalı, İranın yanında idi, iqtisadi əlaqələrlə bağlı. Və bir ənənə idi ki, Əbu Dabi siyasi mərkəzdir, paytaxtdır və prezident məhz Əbu Dabi əmirliyi ilə olmalıdır. Amma Dubay isə o baş nazir həmişə olmalıdır məhz Dubay əmirliyi ilə. Bax, belə bir bölgü də var idi. Amma 2009-cu ildə, yəni bunların bir rəqabəti də var idi bu baxımdan. 2009-cu ildə ki, Dubayda çox ciddi bir iqtisadi böhran yaşandı, Dubayda 2009-cu ildə. Bu vəziyyətdə Əbu Dabi milyardlarla vəsaiti qoydu Dubaya və bundan sonra artıq hər kəs üçün bəlli oldu ki, Əbu Dabi əsasdır. Əbu Dabi paytaxt əsasdır və bu əmirliyin sanki bir ağ fiqurlarla oynayır kimi bir proses getdi. Və bu günləri Əbu Dabi, bu günləri Birləşmiş Ərəb Əmirliyi beynəlxalq koordinatlar sistemində əsas oyunculardan biridir. Və Azərbaycanla da münasibətləri bu günlər dinamik inkişaf tempinə malikdir. Biz də, onlar da, həm Azərbaycan, həm Birləşmiş Ərəb Əmirliyi neft-qaz ölkəsiyik. Amma hər iki dövlət yaşıl enerjiyaya keçid, ənənəvi enerjidən bərpa olunan enerjiya keçid xəttinə sadiqdir. COP29-a biz ev sahibliyi etdik, COP28-ə Birləşmiş Ərəb Əmirliyi ev sahibliyi etdi. Və eyni zamanda bizim bu yaşıl enerji sahəsində əməkdaşlığımızın çox geniş perspektivi var və təsadüfi deyil ki, 2022-ci ildə Qaradağdakı o Günəş elektrik stansiyasının tikintisi, onun bütün maliyyə xərcləri, kapital qoyuluşu hamısı Birləşmiş Ərəb Əmirliyi Maslaq şirkəti ilə bağlı idi ki, bizim bu sferada da yaxşı əlaqələrimiz var.